Salam əziz izləyicilər. Bugün sizlərlə istəyirəm fonetik təhlilin tətbiq üzərindən göstərim. Fonetik qaydaları isə izahını paylaşmışam sizlərlə. İstədim test üzərindən də tətbiq edək ki, artıq bizim də bu qaydalarda heç bir problemimiz qalmasın. Elə baxaq birinci suala. Baxaq birinci suala. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur deyir. Baxın, səslərin sayı çox olsun. Deməli, səsdə səs artımı baş versin. Həyat sözü olduğu kimi tələffüz olunur. Ailədə y artır. Müəllimdə olduğu kimi qalır. Sərbəst sözü olduğu kimi qalır. Dostluq sözündə nə baş verir? Bilirik ki, qaydaya əsasən S-T birləşməsindən sonra samit gələrsə, T düşür səsdə. Olur, dost, duq. Baxsaq görərik ki, səslərin sayı çox deyil, az oldu. Düşmə oldu axı. Neçə oldu? 6 səs, 7 hərf. Səs azaldığı üçün B variantı uyğun deyil. Ailə sözünə baxaq. 4 hərf. Y artdığı üçün olur 5 səs. Səslərin sayı hərflərdən çox oldu. Ona görə olur C variantı. Digər suallar da elə bu sual tiplidir. Baxaq 6-cı suala. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır deyir. Üstə sözündə yenə baxın S-T birləşməsi görürəm. S-T birləşmələrində S-T, X-T, F-T, Ş-T qaydamızı xatırlayaq. Bu qaydalar nə idi? Əgər sözün sonu bu birləşmələrlə bitərsə, özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, T səsdə düşəcək. Baxın, üstdə olacaq tələffüzdə, üstdə. Baxırıq ki, T düşdü, 4 hərf, daha doğrusu 5 hərf, 4 səs var. Deməli, bir uyğundur şərtimizə ki, səslər hərflərin sayından bir vahid az oldu. Qələbə sözündə dəyişmə yoxdur. Ona görə 2 uyğun deyil. Vətən olduğu kimi qalır. Təbrik olduğu kimi qalır. Turistlər sözünə baxaq. Turistlər kimi tələffüz olunur. Gördünüz, yenə T düşdü. Yenə eyni qaydamız tətbiq elədik. Baxaq, 8 səs, 9 hərf var. Bir vahid azdır. 1-i də götürdük, 5-i də. Şəkil olduğu kimi qalır, çıxırıq. Lüğət olduğu kimi qalır. Dostluq sözündə yenə qaydamızı tətbiq edirik ki, olur dostluq kimi tələffüz olunur. Yazaq bura. Dostluq. Yenə səs düşümü hadisəsi baş verici. Götürəcəyik. Sərbəstlik sözünə yenə baxırıq. Baxın, S-T qaydamız var. Yenə T düşəcək burada. Çünki samit gəlib. Olacaq sərbəstlik. 9 da buna uyğun olur. 1, 5, 8, 9 cavabımız olur A variantı. Fərqli testlərə baxaq ki, qaydalarımıza uyğun. Məzuniyyət sözündə baxın iyyət var. Bu iyyət qaydamızda nə demişdik? Əgər sözdə iyyət, iyyət, iyyə gördüksə, mütləq tələffüzdə nə olurdu? Biri düşürdü. Olur məzuniyyət. Burada ədə qoşa nöqtədə qoyuruq ki, uzanma var. Məzuniyyət. Məzuniyyət sözündə nə oldu? Səs uzanması baş verdi və səs düşümü. İndi səs uzanmasını fərq hesab edərikmi? Xeyr, sadəcə səs düşümünü fərq hesab edəcəyik. Bir də fonetik təhlil edərkən mütləq şəkildə qaydamız var ki, ona riayət etməliyik. Sözdə heca, ahəng, vurğu soruşursa bizdən, mütləq sözün yazılışına baxmalıyıq. Əgər sait və samitlə bağlı hər hansı bir nəsə sual soruşarsa, verilən məlumatları tələffüzə əsasən götürəcəyik. Deyir ki, söz cingitli samitlə başlayıb, kar samitlə bitir. Baxaq, samitlə bağlı dediyi üçün artıq tələffüzünə baxıram. Cingitli ilə başlayır, T, kar samitlə bitir. Doğru fikirdir. Bizdən nə istəyir? Səhvi. Saitlərdən biri uzun tələffüz olunur. Məzuniyyət. Bəli, baxırıq ki, uzun tələffüz olunur əl səsdə. Doğru fikirdir. Sözdə hərf və səslərin sayı bərabər deyil. Baxın, səslərin sayı, sayaq. Baxırıq ki, səs düşümü hadisəsi baş verdimi? Say nə zaman dəyişər? Səs artımı və səs düşümü olarsa. Baxırıq ki, iyyətin biri düşüb də səs düşümü hadisəsi baş veribsə, bərabər deyil, doğru fikirdir. Sözdəki 4 samitin qarşılığı vardır. Baxaq, samit deyirsə, yenə tələffüzə baxırıq.
4 samitimizin qarşılığı var. Bilirik ki, qarşılığı olmayanlar L, M, N, R və H samitləridir. M samitin qarşılığı yoxdur, Z və Y, T samitlərinin qarşılığı var. Neçə samit oldu? 3. 3 samitimizin qarşılığı var. Bu bizə nə deyir? 4. Ona görə cavabımız olur D variantı. Amma sən burada çaşıb əgər yazılışa baxsaydın, bax bu zaman səhv etmiş olardın. Çünki yazılışda 2 Y olduğu üçün 4 samitin qarşılığı var. Amma samit deyəndə biz tələffüzə baxmalı olduğumuz üçün bu zaman baxırıq ki 3 imiş. Ona görə D variantı səhv oldu. Vurğu sonuncu hecadadır. Məzuniyyət, bəli, sondadır. Y də doğrudur. Aha, 12-ci sual da çox maraqlı sualdır. Tələffüzünü mütləq hər zaman bunu vərdiş edin. Tələffüzünü ya yanınızda bir qaralama qoyun, ya da dəftərinizin bir kənarını sözü yazmaq üçün ayırın. Tələffüzü necə olacaq? Zəhimli. İndi, zəhimli sözün tələffüzündə gördük neçə sait səs var? 3. Yazılışında isə 2. Deməli, səs artımı hadisəsi baş verdi burada. Səhvləri istəyir bizdən. Ahəng qanuna tabedir. Bilirik ki, sözdə yalnız qalın varsa tabe olur və ya yalnız incə varsa tabe olur. Əgər həm qalın, həm incə olarsa, ahəng qanuna tabe deyil, gözlənilmir, pozulmuş kimi ifadələr götürəcək. Deməli, tabedir, doğrudur, çünki hamısı incədir. Həm açıq, həm qapalı sait var. Saitlə bağlı nə deyirsə, mütləq tələffüzə baxmalıyıq. Açıq saitdir, i də qapalı saitdir. Doğrudur. Hər 3 hecanın tərkibində incə sait var. Baxın, diqqətli olun. Heca deyəndə şagirdlər əsasən yanlışlar verirlər. Bax, zəhimli. Bu doğru deyilmi? Təbii ki, doğru deyil. İndi, heca deyirsə, yazılışa baxmaq lazımdır. Yazılışa hecalara ayırmaq lazımdır. Və yaxud da yazılışda neçə sait varsa, bilir ki, o qədər heca var. Məsələn, yazılışda neçə sait var? 2 sait var. Deməli, bu söz 2 hecalıdır. 3 heca deyirsə, tələffüzə baxırsansa, artıq sən səhv edəcəksən. Deməli, 3 heca deyir səhvdir. Neçə heca oldu? 2 hecalıdır. Cavab olur C variantı. Vurğu 2-ci hecadadır. Zəhimli, bəli, sondadır. 3 samitin qarşılığı yoxdur. Baxırıq tələffüzə. H, M, L. Bəli, 3 samitin də qarşılığı yoxdur. Doğru fikirlərdir. Gəlin üzülü sözlərində baxaq. Eyni qaydana baxın, burada da tətbiq edə bilərsiniz. Tələffüzünü mütləq yazırıq. Üzür, rü kimi tələffüz olunur. 3 sait 2 heca vardır. Baxın, səhvləri istəyir bizdən, diqqətli olaq. 3 sait var. Baxın, sait deyilsə, tələffüzə baxacam. Saitləri sayırıq ki, 3 saitimiz var. Heca soruşur, bax, ikinci tərəfdə. Heca. Bu zaman yazılışa baxıram. 2 heca var. Doğrudur. Çıxdıq. Hərf və səslərin sayı bərabər deyil, deyilsə yenə dedik. Səs artımı, səs düşümü varsa bərabər deyil. Bəli, səs artıb. Ahəng qanunu gözlənilibdir. İncə saitlər var, gözlənilibdir yazılışda. R və L samitlərinin kar qarşılığı yoxdur. Aha, bu suallarda diqqətli olun. Baxın, transkripsiya nədir? Bu ifadə nəyin ifadəsidir? Sözün tələffüzünü bizə göstərir. Əgər samitlər transkripsiyanın içində verilibsə, bu səsi ifadə edir. Biz baxırıq ki, tələffüzdə, yəni səsdə L səsi varmı? Yoxdur. Deməli, bizə bunu verməsi yanlışdır. Ona görə səhv olaraq D-ni götürəcəyik. Kar samit yoxdur. Bəli, kar samitimiz də yoxdur. Test işləyərkən ehtiyatlı olun. Gəlin 25-ə də baxaq. Tələffüzünü yazaq. Küskünlük. Küskünlük. Səhvlər istəyir bizdən. Kar qarşılığı olmayan samitlər işləmişdir, deyir. Kar qarşılığı olmayan L-nırdan söhbət gedir. Mütləq samit deyilsə, yenə tələffüzə baxırıq. 2 samit var. Bəli, samitlər dediyi üçün doğrudur. 3 kar, 3 cingitli samit var. Yenə kar və cingitli samit, yəni samitlə bağlı nə soruşsa tələffüzə baxırıq. 3 kar, baxaq. K, birinci karımız, kar, 2 kar. 3 kar, 3 cingitli doğru fikirdir. Sözdə samit cütlüyü yoxdur. Aha, samit cütlüyümüz var. Bu suallarda da diqqətli olun. Bax, bu tipli suallarda diqqətli olun. Deyər ki, sənə kar cingitli samit cütlüyü var. Kar cingitli samit cütlüyü deyilsə, mütləq qarşılıqlarını götürün. T-D, B-P, K-G kimi qarşılıqlar.
Yəni bu qoşalıqlar çar, samit cütlüyü adlanır. Amma sadəcə samit cütlüyü deyirsə, iki eyni samitin yanaşı getməsinə söhbət gedir. Məsələn, n kimi birləşmələr. Bəli, samit cütlüyü var. Ona görə olacaq C, çünki deyir ki, yoxdur. Vurğu sonuncu hecanın üzərindədir, küskünlük. Bəli, sondadır. Səs və hərflərin sayı bərabərdir. Bəli, çünki səs dəyişməsi baş verdi. Amma səs artımı, səs düşümü baş vermədi. Küskünlük sözündə neçə fərqli məqam var? Baxaraq, Ç keçib C-ya, L keçib N-ya, Ç-da ilk kimi tələffüz olunur. Deməli, 3 fərqli məqam var. 3 səs dəyişməsi var. Bu da sözlərin, yəni səslərin sayına təsir etmir. 35-ə baxaq. Bəstələyir sözünün tələffüzü necə olacaq? Bəstələyir. Tərkibində uzun tələffüz olunan sait vardır. Uzanma varmı? Baxaq, bəstələyir. Olduğu kimi dedik, uzanma yoxdur. Deməli, yanlışdır. Biri götürmürük. Bir qapalı, 3 açıq incə sait işlənmişdir. Baxaq, saitlə bağlı nə deyirsə, tələffüzə baxırıq. 2 açıq, 2 qapalı var. Deməli, fikir səhvdir. Sonra deyilişi yazışı arasında 2 fərq var. Baxaq, T D-ya keçdi, Ə də İ-yə keçdi. Bəli, 2 fərqli məqam var. Doğrudur. 4 hecalıdır, ahəng qanuna tabedir. Baxırıq, 4 hecalıdır. Heca deyilsən, bura baxırıq, yazılışa. 4 saitimiz var. Ahəng qanuna tabedir. Doğrudur. 4 cingiltili 2 kar samit işlənmişdir. Samit deyir, tələffüzə baxırıq. 4 cingiltili. Baxaq, B, D, L, R. Deməli, bir də Y samitimiz də var axı burada. Deməli, neçə oldu? 5 cingiltili, 1 kar. Deməli, bu da səhvdir. Cavab nə olur? 3-4. Bəli, A variantı. Yəni, fonetik təhlildə mütləq bu qaydalara diqqət etməliyik. Heca, ahəng qanunu, vurğu istəyirsə yazılışa baxın. Saitlə, samitlə bağlı hər hansı bir qayda soruşursa, xüsusiyyət veribsə, mütləq şəkildə tələffüzə baxın. Təbii ki, tələffüzü də necə yaxşı taparıq, qaydaları yaxşı izləyin, qaydaları da yaxşı öyrənin ki, və bir də çoxlu vərdiş, yəni fonetika bölməsi yaxşı mənimsəmək istəyirsə, düzgün tələffüz etməyi, vərdiş etmək lazımdır. Sağ olun.